Gəlin birlikdə yayın ən ləzzətli, dadlı içkilərindən biri olan reyhan kompotunu hazırlayaq. Kompotu hazırlamaq üçün reyhan, limon, şəkər tozu lazımdır. Gedirik kompotumuzu hazırlamağa. Şəkər tozumuzu qaynayan suyun üzərinə əlavə edirik. Yaxşı-yaxşı qarışdırırıq. Qazanımıza əlavə edirik reyhanlarımızı. Artıq reyhanlarımızın rəngi suya çıxıb, əlavə edirik limonun suyunu bura. Limonları sıxdıqdan sonra limonların özlərini də qazanın içinə əlavə elədim. Baxın rənginə. Artıq kompotumuzun rəngi daha da gözəlləşir. 5 dəqiqə qaynadıqdan sonra artıq qazanımızın altını söndürüb soymağa qoyuruq. Kompotumuz hazırdır. Baxın, həm rəngi, həm dadı. Yayın ləzzəti olan bu kompotu siz də hazırlayın.